Mən sən ev olsam birinci tez başa düşməsini neyirəm? Bir dənə Azərbaycanca feili götürərəm, ingilis dilinin qaydası ilə 4 formada yazaram onu. Məsələn, məsələn, kəsmək, kəsdim, kəsilmiş, kəsən. O qaydasızdır. Kəsmək. Fərqi nədir? Azərbaycanca dərk eləmir, ona görə başa düşmür. O elə bilir sözləri yadda saxlayamır. Xeyr, Azərbaycanca çatmır. Kəsmək. Kəsmək, kəsdi. Kəsmək, kəsdi, kəsilmiş, kəsən. İstəmirəm ingilis səsini. Mənə Azərbaycanca dərk eləməyimiz lazımdır. Kəsmək, kəsdim, kəsilmiş, kəsən yazın. Azərbaycanca deyirik ki, təsəvvürlə Azərbaycan dilində də feilin 4 dənə forması var. Ay müsəlman. Bir diqqətiniz məndə, hər kəs öz içindəki balaca dünyasındadır. Bir çıxın oradan, mənə baxın da. Təsəvvürlə sənə deyirəm ki, Azərbaycanca içmək deyilən bir feil var. Bu 4 cür işlənir. Azərbaycan dilində belədir deyə demirik. Güya belədir. İçmək, içdim, içilmiş, içən. Bütün dünya feilləri ingilis dilində. Nə qədər feil var ingilisdə, hamısı bu qayda ilə işlənir. Kəsmək, kəsdim, kəsilmiş, kəsən. Hə, kəsən. İndi şey denə, baxmağı denə. Yox, yazmağı. Azərbaycanca. Yazmaq, yazdım, yazılmış, yazan. Hə, bunu başa düşdün. İndi bu zibili düzəltmək üçün ingilisdə 2 cür feil var. Qaydasız, qaydalı. Qaydalılarda və qaydasızlarda 4-cü versiya hamıda ingdir. İstəyir qaydalı, istəyir qaydasız. Başa düşdün? Yox, lazım deyil. Sizə baxıram, elə mən südsüdür. Kəsən həmişə ingdən olur da. Həm, Azərbaycan, ingilis dilində nə vaxt an, ən gəlir beynimizə, gedən, gələn, yiyən, içən, oturan, duran. İstəyir fransuz ki feil olsun, istəyir qaydalı, istəyir qaydasız, istəyir kitayski, istəyir əyri, istəyir xarab. Ancaq ingdir. Okey, an, ən eşitdinsə ingdir. Beynindən fikir gəlib. Məsələn, yeriyən, gedən, gələn, içən, oturan, duran, qaçan, baxan ancaq ingdir. Bundan qutardıq, qaldı 3'ü. Arkadaş, onsuz da indiki zaman istəyir qaydalı olsun, istəyir qaydasız. Onsuz da hamıda eyni də. To go, to come, to see, istəyir qaydalı, istəyir qaydasız. Onsuz da bu şey ilkin formasında işlənir. Qaldı ortada 2 dənə forma. Keçmiş və feili sifəti. Keçmiş zaman feili sifəti. Qaydalı da ED ilə olacaq. Qaydasında da cep cədvələ baxıb canın çıxacaq, əzbərləyəsən. Qaydalı da ED ilə olacaq. O birisi də canımız çıxacaq. Hə, canımız çıxacaq, cep cədvəldən öyrənəcəyik. 176 dənədir. Dünya standartı ingilis dilinin ən böyük lüğətində 296 dənə. 296 dənə lazımdır. 150 dənəsini öyrənin bəsdir. Qaldı o bir dənə. O bir dənə nə olur? Nə? O bir dənə nə olur kəsilmiş? Mən sənə sədər etmə toskaza götürmüş deyəcəm. Corab satacaq. Zarafat, hə, zarafat deyirəm. Nə, demə, nə? Kəsilmiş qaldı. Qulaq az. O mış deyil, mış oradadır. Qulaq az. Uzatmayın da, onu deyim məndən, sonra keçərsin. Qulaq az mənə. Hə, sən deyirsən, hə? Düz olsun, düz olsun. Yox, mən demirəm, siz deyin. Hə, yaxşı. 4 dənədən 3-cü qaldı o bir dənəsi. 3'ünü demişik. Ortada qalıb bir dənəsi, ortada qalıb dənə. Sonuncudan qabaq ki.